Salam dostlar. Hamiləlik zamanı lazer elətdirmək təhlükəlidirmi? Bu haqda çoxlu sayda suallar gəlir. Əslində lazer epilyasiya lokal bir prosedurdur. Ancaq tükün kökünə hədəflənir. Yəni heç bir daxili orqanlara, uşaqlığa, dərin toxumalara təsir etmir. Amma ilk 3 ayda, yəni hamiləliyin erkən dövründə lazer epilyasiyası tövsiyə olunmur. Çünki bu dövrdə qadın hormonlarında aktiv dəyişkənlik olduğu üçün dəridə həssaslıq səviyyəsi artır. Əgər hamiləsinizsə, lazer epilyasiyadan əvvəl mütləq şəkildə öz ginekoloqunuzla məsləhətləşin. Hamiləliyin orta və son dövrlərində isə doğru parametrlərlə və peşəkar nəzarət altında lazer epilyasiya elətdirə bilərsiniz. Sizi maraqlandıran digər suallar haqqında şərh bölümünə yaza bilərsiniz. Özünüzə yaxşı baxın dostlar.